Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə rayonun Aran bir qəsəbəsində qeydə alınıb. Belə ki, Audi markalı avtomobilin sürücüsü Aslan Mikailov həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında hərəkət edən ikisi az yaşlı olmaqla 4 nəfəri, 12 yaşlı Rafiq Abdullayev, 13 yaşlı Yağmur Əzizova, 40 yaşlı Şairə Əzizova və 61 yaşlı Şahnaz Abdullayevanı vurub. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Dərhal hadisə yerinə rayonun hüquq mühafizə orqan əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı təbibdən sorğumuza cavab olaraq bildirilib ki, 22 ay 2026-cı il tarixində saat 21:00 radələrində Kürdəmir rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər, 3-ü qadın, 1-i kişi Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasientlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. hazırda faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır. Aqilə Sədov, Ülviyə Orucova, Kürdəmir.